Digər bir mövzumuz, əziz dostlar, Kəmaləddin Heydərovun mavini olan Teymur Mehdiyev, Ramiz Mehdiyevin general oğluna qadağa qoyulub deyə bir açıqlama var və bundan sonra da əziz dostlar, Kəramat Böyükçölün atasına verilən vəzifə ilə bağlı xəbər var. Onu diqqətinizə çatdıracaq. Qəşəm Rəzafzadənin sosial şəbəkələrdə vəzifəyə təyin olunması necə qarşılanır? Bu barədə Kəramat Böyükçöl yazır. Dostlar, Ramiz Mehdiyevin general oğluna qadağa qoyuldu. Prezident Administrasiyasının sabiq rəhbəri Ramiz Mehdiyevin həbsindən sonra Fövqəladə Hallar Nazirinin müavini vəzifəsinə çalışan oğlu Teymur Mehdiyevin işdən çıxarılacağı iddia olunsa da bu xəbər təsdiqini tapmadı. Yeni Sabahın əldə etdiyi məlumata görə anasının və həyat yoldaşının işdən çıxarılmasına baxmayaraq oğul Mehdiyev vəzifəsinin icrasını davam etdirir. General-mayor Teymur Mehdiyev hər gün işdə olsa da ona bəzi məhdudiyyətlər tətbiq olunub. Mehdiyevin nazirliyin struktur bölmələrində keçirilən iclasında iştirakının məhdudlaşdırıldığı, eyni zamanda vətəndaş qəbulunun da ləğv edildiyi bildirilir. Qeyd edək ki, Teymur Mehdiyev 5 may 2014-cü ildən Fövqəladə Hallar Nazirinin müavini vəzifəsinə təyinatı alıb. Yeri gəlmiş əziz dostlar, elə Mehdiyevlə bağlı bir xəbərdə deyirəm, sonra keçirik Kəramat Böyükçöl və Qəşəm Rəzafzadə mövzusuna. Demək, Aslan İsmailov, vəkil Aslan İsmailov Ramiz Mehdiyevlə bağlı bir xəbər paylaşıb. Həmin xəbərdə Ramiz Mehdiyevin demək, Primakov seri kəşfiyyatının Rusiya xüsusi xidmət orqanının xas atası Yevgeni Primakovun hansı qohumluq əlaqələri olub və burada bir şəkillər paylaşıb. Hörmətli rejissorumuz həmin şəkilləri də ver efirdən. Aslan İsmailov deyir ki, yazır: bugün vaxtı ilə Ramiz Mehdiyevə mətiyyə deyənlər, ona görə məni məhkəmələrdə süründürənlər, onun tapşırığına əsasən at kimi üzümə durub şər böhtən yağdıranlar, bunun müqabilində ondan vəzifə, ev, orden, medal alanlar, bugün də onun ən qatı tənqidçilərindən olduqlarından baş verənlərə çox vaxt susuram. İnanıram ki, bu işlə məşğul olan orqanlar illər boyu həyatımı cəhənnəmə döndərən yazıları, məhkəmə materiallarını araşdırdıqda onun maşalarını rahat müəyyən edəcəklər. Və əminəm ki, Ramiz Mehdiyev gələcəkdə dövlətinə, xalqına xəyanətin simvolu kimi qalacaq. Ona görə də bugün yıxılana balta vurmazlar, əşi qoca kişidir, bir ayağı o dünyadadır və s. kimi fikir yürüdüb, ondan əl çəkin kimi çağrışları qətiyyətlə pisləyirəm. O ölsə belə onun mirası üçün illər yaşayacaq. Çünki Ramiz Mehdiyevin ifşası Azərbaycanda 100 illər kök salmış xəyanətin ifşasıdır. Türkiyədə Fəthullah Gülənin ölməsinə baxmayaraq, bugün də onun davamçıları ifşa olunub və həbs edilməkdədir. Bu işin həddindən artıq mürəkkəb olduğundan da işə mane olmamaq üçün bir çox fikirlərimi, araşdırmalarımı hələ ki səsləndirmirəm. Bu barədə fikrimi ictimailəşdirmədən bildirmək istəyirəm ki, heç də nəyə nail ola bilmədim. Ona görə də bir fakt istintaq orqanlarına çatdırıram. Təxminən 2010-cu illər Ramiz Mehdiyev öz şəbəkəsini üstümə salan vaxtı Azərbaycanda hörmətli bir professor mənə çox maraqlı bir fakt açıqlamışdı. Onun dediyinə görə özü Gürcistanın Qardabani rayonunun Roza kəndində anadan olub. Mən də həmin rayonda böyüdüyümdən araşdırmam zamanı bildim ki, hal-hazırda həmin kənd mövcud deyil və bir çox başqa yaşayış məntəqələri ilə birləşdirilib hazırda Yeni kənd yaxud Təzə kənd adlanır. Ramiz Mehdiyevin də həyat yoldaşı həmin kənddə boya başa çatıb və riyaziyyatda maraqlı olub. Onun namizədliyi və doktorluq dissertasiyaları müdafiəsində professorun xüsusi rolu olub. Keçmiş SSR-nin
xüsusi xidmət orqanlarının xas atası kimi tanınan Yevgeni Primakovun birinci həyat yoldaşı Laura Vasilyevna Xarazədə həmin kənddə doğulub böyüyüb və Qalinanın dost doğma əmisi ya da dayısı qızıdır. Əlavə olaraq bildirim ki, Laura Xarazə 1930-1987-ci il SSR NKVD-nin 1951-1987-ci illər general olmuş Givişiyanın öcey qızı olub. Givişiyani M yazıb da, əziz dostlar, daha adım yazmayıb bilmirəm. Givişyaninin öcey qızı olub. Qısa araşdırmam zamanı gördüm ki, həqiqətən də Laura Xarazə Gürcistanın İmereti bölgəsinin Bagati rayonuna aid olan Roza kəndində anadan olsa da, sonradan onlar Gürcistanın Qardabarni rayonunda yerləşən Roza kəndinə köçüblər. Ramiz Mehdiyevin qaynanasının qəbir daşına diqqət yetirsəniz, soyadının Qurskaya Nadaraya kimi qeyd olunduğu görərsiniz. Bir çox mənbələrdə qeyd olunur ki, İmereti bölgəsində, xüsusilə Bagdati və ətraf kəndlərdə Xaradze, Qurskaya, Qurçiradze, Qurçikadze möhtərcədə ailə şivəsinə görə yazılış fərqi olur. Nadaraya kimi soyadlar çox yaygındır və tez-tez ailələr bir-birinə evlilik yolu ilə bağlanıb. Əminəm ki, daha dəqiq məlumatlar xüsusi xidmət orqanlarımızın arxiv materiallarında da var. Hesab edirəm ki, bütün bu faktlar üzrə çıxmalı və hakimiyyətdə kök salmış bu xəyanət şəbəkəsi bir dəfəlik təmizlənməlidir. Bunu Aslan İsmailov Ramiz Mehdiyev haqqında yazıb. Əziz dostlar, dəyərli tamaşaçılar, kanalda olanlar verilişi bəyənin, paylaşın və hərəniz bir dəfə bəyənmə işarəsi verin, rəy və təkliflərinizi yazın. Burada Arzuman Şaliyev yazır ki, Aslan İsmailov özü ömür boyu Rusiyaya xidmət edib. Demək, Afat Ağaliyev yazıb ki, Sevda xanım, çünki Putin belə istədi. Hacı Rəcəb Həsənov yazır ki, məndə də bir neçə məlumat var, onu çox adam bilmir bu barədə. Qafqaz qasaları yazır ki, bu aslanlar, şirlər, pələnglər hamısı Ramiz Mehdiyev ilə birlikdə kimin yanındaydılar? Pişik askırdı. İndi dostlar, mən bunu demək, Sevda xanım Rəhimova var dövləti soranlardan olasan gələ işin yağ kimi gedəcək. Afat Ağaliyev yazır ki, mən əmindim ki, o çıxışdan sonra kəramət mükafatlandırılacaq. Qafqaz qasalı yazır ki, bu ölkədə olan komediyalara baxıb görürəm, kəramətin atasına vəzifə verirlərsə, kəramət bir neçə gün bundan əvvəl müxalifətə səsinin tonunu qaldırdı. İndi dostlar, əvvəlcə bax, maşallah, Allah sizləri var eləsin. Bizim tamaşaçılar vallahi o qədər intellekti, hər şeydən xəbəri var. Mən nətər deyirlər, afərin deyirəm, təşəkkür edirəm və ona görə də mən çalışıram ki, məsuliyyətlə danışam, çıxış edəm qarşınızda. Kəramət Böyükçölün atasına Kəramət Böyükçöl müxalifəti susturdu, müxalifətə replikalar atdı deyə, mən onu deyə bilmərəm, amma sosial şəbəkələrdə belə müzakirələr gedir. Çünki eyni anda həm Azərbaycan Xalq Cəbhəsi partiyasına savaş açdı, həm Real partiyasına savaş açdı, müsavatçılara savaş açdı Kəramət Böyükçöl və bu günlərdə onun atasına prezident sərəncam imzalayır, vəzifə verir və sosial şəbəkələrdə Kəramət Böyükçölü bəziləri tənqid edir, deyir Kəramət Böyükçöl, sən də oldun məmur atası. Yox, üzr istəyirəm, deyir ki, Kəramət Böyükçölün də atası məmur oldu. İndi dostlar, hər halda yenə deyirəm, mən xəbəri diqqətçiyə çatdırıram. Kəramət Böyükçöl atası ilə də bağlı fikirlərini bölüşür. Bilirsiniz ki, onun atasına vəzifə verdilər.